Bu dünyada nəfəs alıb verərkən bəzən elə yorulursan ki, sanki ruhun bədəninə ağırlıq edir. Qəlbinin dərinliklərindən bir-bir ağrı başlar. Sözlə ifadə edə bilməyəcəyin bir əksiklik böyür içində. Göz yaşların gizlicə axarkən belə kimsə sənin nə çəkdiyini bilməz. Amma bir gün hiss edərsən ki, bu dünya sənə dar gəlir. Çünki sən buraya aid deyilsən. Bu yurt əslində bir sürgün yerindən başqa bir şey deyildir. Xatırla, Adəm əleyhissalamın ilk nəfəsi ilə açıldı dünya torpaqlarının qapıları. Bir imtahanın ardından gələn bir düşüş, cənnət kimi bir yurdu itirmək insanlıq üçün ən böyük həsrəti başlatdı. O gündən bəri bu torpaqlarda gəzirik, amma addımlarımız həmişə başqa bir diyara dönmək üçün. Dünya sürgün yeri, dünya qəlblərimizin sıxışıb qaldığı yer. Burada gördüyün hər bir gözəllik, bir yansıma sadəcə, solan çiçəklər kimi, itib gedən sevinclər kimi, dünya iki uçurum arasında incə bir körpü. Üzərində yürürkən həm xoşbəxtliyə toxunuruq, həm də acıya. Gözlərimiz sevdiyimizi görür, əllərimiz ona sarılır, amma sonra hər şey bir külək kimi keçib gedər. Sevdiklərimiz, gözəlliklər, gəncliyimiz göz açıb yumuncaya qədər əllərimizdən çıxar. Bax buna görə dünya bir hilədir, qəlbi incidir, ürəyi aldadır. Halbuki Allah Əzzə və Cəllə bizə belə deyir. Bu dünya bir oyun və əyləncədən ibarətdir. Əsl yurt axirətdir. Bəzən bu dünyanın ortasında qalırsan. Sevdiklərini torpağa əmanət edərsən. Xəyalların bir-bir yıxılır. Bədənini xəstəliklər basar. Dərman axtararsan. Qəlbin bir otaqda yalnız qalar. Niyə axı mən deyə susarsan, sorarsan. Amma unutmaman gərəkən bir həqiqət var. Dünya hüzurun yeri deyil, imtahanın yeridir. Hər sıxıntı sənə əbədi həyatı xatırlatmaq üçün gəlir. Hər acı qəlbinin əsl yurduna yönəlmək üçün bir dəvətdir. Bax ətrafına, bir çiçək açar, gözəlliyi ilə məst edər səni. Amma sonra solub gedər, bir neçə gün sonra itər. O dünyanın ömrüdür. Gözəlliklər qısa, xoşbəxtliklər keçib gedər. Bir quş qanad çırpar kimi, bir külək əsib gedər kimi hər şey bir anda yox olar. Yaxşı, bu dünyada əbədi olan nə? Sahib olduqlarınmı, sərvətinmi, gücünmü? Xeyr, bu dünyada nə varsa bir gün torpaq olacaq. Sən belə, bu bədən, bu nəfəs, bu can hamısı bir əmanət və hər əmanətin bir geri dönüş günü vardır. Amma qəti qorxma, ey dərdli könül. Çünki bu dünyanın ağırlığına rağmen bir umud var. Bizi burada buraxmayan, unutmayan, göz yaşlarını bilən bir Rəbbimiz var. Qəlbinin dərinliklərindən səslənən bir həqiqət var. Rəbbin səni buraxmadı və sənə darılmadı. Xəstəlik varmı? Səbr et. Çünki cənnətdə nə xəstəlik, nə acı var. Ürəyin doludurmu? Dua et. Çünki o dualar qəlbini rahatladan bir qanad olacaq. İtirdiklərin mi var? Unutma, heç bir şey sonsuza qədər itməz. Allah səbr edənlərin mükafatını vəd etmişdir. Dünyanın dərdləri səni sarıb sarmalarkən gözlərini göy üzünə çevir, ulduzlara bax. Onlar belə bir gün solub gedəcək. Bu dünyada heç bir şey qalıcı deyil. Qırılan qəlbin, yaşadığın acıların, çəkdiyin yalnızlıqlar hamısı bir gün bitəcək və sən yorğun ruhunu bu yorğun bədəninin həbsxanasından qurtarıb Rəbbinin hüzuruna varacaqsan. Bax, o zaman anlayacaqsan, bu dünya sadəcə bir qonaqmış. Əsl yurt qarşıda səni gözləyirmiş. Ey dərdlərə boyun əymiş insan, bu dünyanın sənə yüklədiyi hər acını çox dərd etmə. Çünki bu sıxıntıların ardından gələn əbədi səadət səni başqa bir həyata daşıyacaq. Bu dünya səni incidərkən əslində səni Rəbbinin rəhmətinə hazırlayır. Onun rəhməti ilə dolub daşan cənnət yurdunda
Nə xəstəlik, nə göz yaşı, nə də hüzün var. Orada qəlbini sıxan heç bir dərd, səni yuxusuz buraxan heç bir qorxu yoxdur. O zaman dərdlərinə küsmə, acılarına üsyan etmə. Səbrlə, təvəkküllə ona sığın. Çünki Rəbbinə sığınan heç bir qəlb yalnız qalmaz. Bu dünya bitəcək. Amma sənin duaların, sənin səbrin, sənin göz yaşların əsla boşa getməyəcək. Bütün bunlar axirətdə sənə mükafat olaraq geri dönəcək. Və unutma, hər yalnız qalışın, hər yıxılman bir dəvətdir. Rəbbinə daha da yaxın olmaq üçün bir çarədir. Qəlbini incidən bu dünya əslində səni gerçək yurduna hazırlayır. Bu dünya bir cəza yeri. Amma o cəzadan doğan səbir cənnətin qapılarını açacaq bir açar olacaq. Ona görə sakin ol, qəlbini fərah tut. Bu dünya keçici, sən isə sonsuzluğun yolçususan. Ya Allah,